Hər kəsə salam. Hər birinizə sabahınız xeyir olsun. Mən artıq durmuşam. 2 dəfə yatdım, durdum. Dünən çoxlu gəzmişdik. Düz gecəyə kimi gəzdik. İndi özümü belə qəribə hiss eləyirəm, halsızam. Heç bir şey eləmək istəmirəm. Səhər tezdən durdum. Uşaqları, bir də yoldaşımı göndərdim işə, məktəbə. Sonra təzədən fırlandım və bir stəkan çay içdim. Dedim bəlkə özümə gələrəm. Baxıram ki, yox, heç cür özümə gələ bilmirəm. Gözlərim çəpləşir, yatmaq istəyirəm. Axırı getdim, yatdım. Yatdım, indi isə saat 11-in yarısıdır. Durdum. Yenə də baxıram, hal o hal deyil. Elə bir ki, o içəndən sonra adamlar özlərini necə hiss eləyirlər. Belə, yəni özümü belə hiss eləyirəm. Elə bir ki, içəndən sonrayam. Və dedim, nə qədər çox uzansam, o qədər də çox halsız olacağım. Ona görə özümü güc bəla ilə qaldırdım və dedim, gedim blinçik hazırlayım. Xəmiri elədim, artıq hazırdır demək olar ki, bir dənə soda bura əlavə eləyəcəm və blinçiklərimi başlayım eləməyə. Nə qədər çox uzansan, o qədər də çox adam halsızlaşır. Özümü güc bəla ilə qaldırdım. Havaya baxıram, qəşəng gün çıxıb və belə havada uzanmaq, boş bekar uzanmaq günah sayılır. Ona görə özümü qaldırdım. Dedim, gedim özümə blinçik hazırlayım və bir stəkan çay blinçiklə içim. Əvvəl istədim aşağı düşüm, bizim evimizin yanında bir dükan var. Dedim, gedim ora özümə bir dənə midovый pirog alım. Midovый tort satırlar orada. Dedim, gedim onu alım və çayla içim, özümə gələcəm. Amma sonra dedim ki, yox, lazım deyil. Get lütfü blinçik pişir və qəşəng blinçiklə bir stəkan çay iç və özünə gələrsən. Belə. İndi görək necə olacaq. Əslində heç durmaq istəmirdim, amma yenə də nə qədər uzansam da daha da halsızlaşacağam və günüm belə keçəcək. Ona görə qalxdım, xəmir elədim, xəmirim artıq hazırdır və gedim blinçik hazırlayım. İş başındayam, blinçik hazırlayıram və bu qədər hazırladım. Belə. Bugün xəmiri çox eləmişəm. Blinçiklərim ona görə bugün çox olacaq, amma eyb yox. Bizdə blinçik heç vaxt xarab olmur, tullanılmır. Axırıncı blinçikə qədər hamı yeyir. Elə olur ki, даже kimsə yenə istəyir, amma blinçik bitir. Belə, blinçik hazırlayıram. Burada yağ qoymuşam və tavanı yağla eləyirəm. Düzdür, yapışmır, bu yaxşı tavadır, yapışan tava deyil. Amma yenə də yağlayıram ki, daha da rahat, qəşəng çıxsın. Qızarıb alt tərəfi və belə mən şpaşka ilə çevirirəm. Mənə belə daha rahatdır. Heç ara cırılmır. Blinçiklərim bütöv olur. Baxın, belə. Oy. Bir əllə eləmək çətindir. Amma yenə də alındı. Heç nə cırılmadı. Əvvəllər lapatka ilə çevirirdim. Silikon lapatka ilə. Amma indi şpaşka ilə eləyirəm. Bundan öyrənəndən sonra daha rahatdır mənə. Belə. Və birinci dəfədir sizə göstərim blinçik necə hazırlayıram. Baxın, burada oturaq vəziyyətdə, heç vaxt mən oturaq vəziyyətdə blinçik hazırlamırdım. Yəqin ki, qocalıram. Düzdür, özümü bugün qəribə hiss eləyirəm və ona görə ayaq üstə dura bilmirəm. Başqa vaxtları blinçik hazırlayanda bu pişənə qədər, bir tərəfi qızarana qədər mətbəxdə olan işlərimi görürəm. Amma indi elə də halım yoxdur ki, başqa iş görüm. Amma yenə də boş oturmaq istəmirəm. Nə qədər boş otursam, o qədər də çox passiv olacam. Nəysə, blinçikimi hazırlayayım və sizə göstərəcəm axırda nə qədər məndə blinçik çıxdı. Kələm artıq demək olar ki, hazırdır. Bir də görürsünüz, bu qədər çıxartmışam və mənim yeni
tutacaqlar. Bunlarla eləyirəm. Çox qəşəngdir, çox rahatdır. Bir də ki, qızlar, qabaqcadan sizə deyim, mənə yazmayın ki, bunu gərək mikrovalnovkaya qoyardın, orada tez bazar pişərdi. Yox, bu heç də tez bazar deyil. Mən belə bir şey eləmişdim. Xoşuma gəlmədi. Heç lifehack deyil. İndi bəzilər deyir ki, bu lifehackdan istifadə elə. Yox, bu yaxşı bir şey deyil. Çünki o vaxt aparıcıdır. Ən yaxşı dədə-baba üsulu belə qazanın içinə atırsan kələmi, su qaynayana kimi farşla məşğul olursan. Vəsə mən farşı hazırladım. Bir də baxdım ki, su qaynadı. Kələmi düzdür bu tərəfini çevirib alt tərəfdə olmuşdu. Su qaynayanda çevirdim təzədən belə. Və indi uje görürsüz nə qəşəng qopur. Hamısı çıxır yerindən. Bunlar uje yumşaqdır. Əslində çıxartmalıyam. Prosta buranı istəyirəm, bunları kəsim, hazır eləyim, sonra gəlim bunları götürüm. Qazı söndürüm ondansa, qaz lütfü mən söndürüm, yoxsa yumşaq olacaq və əlimdə cırılacaq. Nəysə, farşım hazırdır, kələmim hazırdır. Gedim bunları doğrayım və başlayım bükməyə. Dolmanı bükdüm, amma bununla bitməyib, yəni hələ var kələm, farş var. Sadəcə taxtanın üstündə yer olmadığına görə, ona görə dedim, bura qoyum qazanın içinə, sonra davam eləyəcəm. Deməli, qazanın dibinə mütləq və mütləq belə sos hazırlayıram və ondan sonra bunun üstünə başlayıram dolmaları qoymağa. Uje bir belə başladım qoymağa və dedim sizinlə birlikdə eləyim, göstərim və sonra davam eləyəcəm. Belə, nəsə indi bunları düzüm. Kələmim qalıb. Kələm çox qəşəngdir, yumuşaqdır. Mən bilmirdim ki, belə kələm indi tapa biləcəm. Çünki nə qədər baxırdım, kələmlər çox bərkdir, turşuluq idi. Yumuşaq, dolmalıq kələm yox idi. Amma Araz marketdə tapdım. Belə, ikinci rədimiz getdi. Bilmirəm neçə rəd opşi olacaq. Amma onu bilirəm ki, inşallah ki, 2 gün yeyəcəyik. 2 günlük yemək bişəndə çox xoşuma gəlir. Geçən dəfə makaron eləmişdim. 2 gün makaron yedik. Düzdür, günortalar sup yeyirdik, amma axşamlar makaron. Xoşlayıram evdə yeməklər qalanda. Onda başqa işlər görürəm, evin işlərini görürəm. Yemək üçün narahat olmuram. Bilirəm ki, hazır yeməyim var soyuducuda. Belə, nəsə, mən belə çıqılı dolmaları eləyirəm, çünki belə xoşum gəlir. Yekə dolmaları sevmirəm. Belə daha səliqəli görsənir balaca olanda. Pişəndə də biraz yığılırlar və qəşəng çıqılı-çıqılı olur. Belə, nəsə, indi bunu qoyum. Vəsə, bitdi, axırıncı qaldı. Bunu da qoyum və gedim davam eləyim. O biri kələmləri də bağlayım. Farş bitənə qədər bağlayacağım. Və vəsə.
Balqabağı hamısını təmizlədim. Çünki dedim sabah təzədən bunu təmizlə, buranı püskünə sal, həm də bunu təmizləmək biraz çətindir və ona görə dedim, yox, bu gün təmizləyim, qoy sabah uje buna vaxtımı itirməyim. Yəqin ki, bu boyda balqabaqdan 2 dəfə sok hazırlayacağam. Murada verdim. Bir krujka Murad içdi. Çox bəyəndi. Özüm də bir stəkan içdim, Murad da içdi. Və ona görə sabah yəqin ki, qızlara da verəcəm. Bugün qızlar evdə yoxdular deyə ona görə onlara vermədim. Amma sabah onlara da verəcəm. Görüm xoşlarına gəlsə, tez-tez eləyəcəm. Ən xoşlamadığım şey bunu yumaqdır. Xırda şeylər çıxart, yu, bezdiricidir. Ona görə soku evdə gec-gec eləyirəm. Amma indi özümə söz verdim ki, ərinməyəcəm. Əsas bol-bol vitamin içək, yeyək. Belə. Nəysə, bunu təmizlədim. İndi bunu soyuducuya qoyum və sabah bunu işlədim. İstəyirdim özümə aş hazırlayım, amma dedim, yox, qoy, lütfü biz bundan sok içək. Bir də görün, bəlkə axşam özümə 3-4 dənə bunu götürüm, pörtlədim və üstünə balla qəşəng yeyim. Çox bəyənirəm belə olanda, belə yeyəndə də balla. Və butumlarını da yığmışam. Gedim gül, harda ki bizdə güllər var, o tərəflərə bastırım. Düzdür, indi tezdir, amma eyb yox, qoy olsun. Torpağın içində qoy dursun. Yazda torpaq isti olanda məncə onda çıxacaq. Bağ tərəfdə əkmək istəmirəm, çünki orada bizdə toyuqlar yeyəcəklər. Ona görə bunu gül tərəflərdə əkim. İnşallah ki, gələn il bizdə həyətdə balqabaqlar olacaq. Belə, nəysə, vaxtımı itirməyim, gedim bu sok çəkəni yuyum. Ən xoşlamadığım şey bunu yumaq. Burada aptavoy var və göstərim sizə nə almışdım. Birinci dəfədə belə şampun götürürəm. Bir valideyn demişdi ki, məsləhət gördü, dedi, bu qəşəng bir şeydir, al, peşman olmazsan. Mən əslində gedirdim dükana kraska almağa. Çünki saçım ucu ağarıb və o dedi, sən bunu al. Mən deyir, ucu çoxdandır kraska almıram. Onun da saçı ağab baxdı və deyir, yəni ki, kraskasız saçımı qaraldıram. Və ona görə dedim, yoxlayım, görüm yaxşıdırsa, daha bundan sonra ancaq şampun işlədəcəm. Burada 400 mg-dır. Əslində, əgər o dediyi kimi ağ saçlarını bağlayırsa bu şampun, onda bunu almağa sərf eləyir, nəinki kraskam. Çünki burada 400 ml-dir, bunu xeyli işlədəcəm. Görək, yaxşıdırsa, deyəsə mamam da bu şampundan istifadə eləyirdi. Çünki mamamdan eşitmişdim ki, o şampun, nəsə kraskalı şampun, nəsə belə bir söhbət mamadan eşitmişdim. Nəysə, yoxlayım, sonra sizə deyəcəm. Əgər yaxşıdırsa, sizə də məsləhət görəcəm. Yəni, bu daha qənaətlidir, nəinki kraska almağa. Sonra belə bir konteyner götürmüşəm. Sizə göstərmişdim ki, mən də paraşok harda saxlayıram, o vedrə qırıldı və ona görə belə konteyner lazım idi mənə ki, içinə paraşok töküm. Və aldım belə bir şey. Əslində bu bilirsiniz nəyin idi? Burada diş şotkalar var idi içində, satırdılar onlar. Diş şotkalar qutarandan sonra bunu satışa qoyublar bu konteyneri. Çox ağıllıdılar amma. Belə, nəysə bunu almışam və belə bir ləyən götürdüm. Mən də bilmirəm sizə göstərmişdim yoxsa yox. Ləyən çatlamışdı. Murad belə tərsinə çevirmişdi və üstünə çıxmışdı pəncərədən baxanda və partladı burada belə. Və ona görə əslində o heç axmır, eləmir. Mən onu kleyləmişdim. Sadəcə elə bir ki, buradaydı da çat. Hər dəfə paltar yuyanda əlim ora dəyirdi və kəsilirdi. Ona görə dedim, özümə təzə bir dənə ləyən alım. Çünki mən tez-tez işlədirəm bu əskilər yuyuram. Sonra nədir onun adı? Corablar, belə şeylər. İstağa qoyuram, bəzi ağ paltarlar, hansı ki maşına atmaq olmaz, əldə yuyuram. Yəni, mənə belə ləyən lazım idi və aldım 3 manat 60 qəpiyə. Materialı yaxşıdır, möhkəmdir. İnşallah ki, uzun müddət olacaq. Belə, bu qədər. Bunu da nakleykanı çıxardacağım sonra. Bunu çıxardıb və paraşokun kağızını yapışdıracağım bura. Ariel'in. Və все, olacaq. Mən də vedrə şey üçün. Paraşok üçün. Bunu da qıraqlarını hər 4 tərəfdən belə bağlayırsan və ruçkadan belə tutursan və gedirsən. Qoyursan yerinə. Belə.
Əsas bunu yoxlamaq istəyirəm, görüm necə olacaq bu. Qiyməti 5 manata idi, endirimdə olmuşdu. Öz qiyməti 8 manata idi. Endirimə düşdü, 5 manata aldım. Görüm. Əgər yaxşıdırsa, onda bu sərf eləyir. Мне скотч принеси, большой. Большой скотч. Ножницы нужны, пожалуйста, шкафу. Artıq sizinlə sağollaşmalıyam, çünki videonun sonuna gəlib çatıb. Ümid edirəm ki, sonuna kimi baxmısınız. Yeni izləyicisinizsə mütləq kanalıma dəstək olmaq üçün abunə olun, rəy bölməsinə smaylik saxlamağa və like eləməyə unutmayın. Mən isə həmişəki kimi hər birinizə can sağlığı arzulayıram, sevdiklərinizi unutmayın. Növbəti vlogda inşallah ki, yenidən görüşəcəyik. Hələlik!